Bir şagird müəlliminə deyir: "Həyat niyə mənə qarşı bu qədər ədalətsizdir? Nə etsəm də dəyərimi görən yoxdur." Müəllim cavab vermir. O cibindən kiçik bir zərgər daşı çıxardır və deyir: "Bunu bazara apar, amma satma. Sadəcə qiymətini öyrən gəl." Şagird bazara gedib maraqlanır. Tələbəsi deyir: "Bunun üçün 2 manat verərəm." Sonra zərgərə göstərir. Zərgər diqqətlə baxır və deyir: "Mən buna 200 manat verərəm." Şagird təəccüblə müəllimin yanına qayıdır və olanları danışır. Müəllim sakitcə deyir: "Sən də o daş kimisən. Harada və kimin yanında olmağın çox vacibdir. Əgər özünü səni anlamayanların yanında sübut etməyə çalışsan, 2 manatlıq olacaqsan. Amma səni tanıyan, dəyərini bilən insanın yanında qiymətin tamam başqa olacaq." Şagird susur. Sonra müəllim deyir: "Bəzən problem sənin dəyərində deyil, problem səni ölçən tərəzidədir."